Əziz həmkarlarım, bugün bizim hakkında danışacağımız mövzu pediatriya poliklinikalarımızda, stasionarlarımızda pediatrların en çok müracaat olunan bir xəstəlik demeyeyim de simptom e, öskürək hakkındadır. E, Öskürək valideynləri ən çox qorxuzan şikayət olmaqla birlikdə həkimdən də ən belə necə deyim sehirli bir sirop istədikləri bir sahədir. Bizi də yoran deyim. Çünki biz həkim olaraq bilirik ki, öskürək bir xəstəlik deyil. Öskürək xəstəliyin simptomudur. Və biz də simptomu yox, xəstəliyi müalicə etməliyik. Ona görə biz başlayaq birinci öskürək nədir? Ondan başlayaq. Deməli, öskürək xəstəlik deyil. Bu bir tənəffüs yollarını qoruyan mühüm müdafiə mexanizmidir. Bu proses sadə bir refleks deyil. O tənəffüs yollarından beyin sapına qədər gedən afferent yol və beyindən əzələlərə qədər gedən efferent yolun mükəmməl bir işbirliyidir. Bədən ağciyərlərdəki, belə desək, pafoslu zibili təmizləmək üçün, çöpü təmizləmək üçün güclü bir partlayış edir. Və məhz bu sinir zənciri vasitəsilə bu partlayışı qəsdən edir. Və bu mürəkkəb mexanizm mexanizmin kimyəvi siroplarla durdurulması, e, yəni belə bir cümlə deyəcəm, bir yanğın olan yerdə detektoru kapatmaq kimi bir şeydir. Yəni detektoru kapatırıq, səs gəlmir, öskürək kəsir, lakin içəridəki yanğın davam edir. Və bəs belə bir halda biz nə etməliyik? Öncelikle bu slaydımızda da görüldüğü kimi, bak bu yolu bir nəzər yetirmənizi istəyəcəm. Gıcıqlanmayla başlayır. Tənəffüs yollarındaki tənəffüs yollarının gıcıqlanması ilə başlayır və mexaniki kimyəvi reseptorlar virus, selik veya gıcıqlandırıcı maddəni hiss edir. İkinci inhalyasiya mərhələsi təzyiq yaratmaq üçün sürətli, dərin nəfəs alma baş verir. Yaranan impuls nervus vagus vasitəsilə beyin sapındakı, medulladakı öskürək mərkəzinə, ali kortikal mərkəzlərə ötürülür. Və bu ötürülmədən sonra hərəki siqnal nervus phrenicus və spinal sinirlərlə tənəffüs əzələlərinə gəlir. Səs telləri qapanır. Döş qəfəsi və qarın əzəlləri güclü sıxılması baş verir. Səs tellərinin qəflətən açılması və havanın yüksək təzyiqlə kənara xaric edilməsi bu öskürək adlanır. Yəni öskürəyin qıcığın başladığı yerdən çıxışa qədər olan sinir mexanizmi bundan ibarətdir. Bir sonraki deməli öskürəyin biz slaydımızda öskürəyin tipləri haqqında danışacağıq. Öskürəyin tipləri quru, bəlğəmli, spazmatik və hürücü öskürək olaraq biz ayıra bilərik. Quru öskürək adından da bəllidir, ifrazat yoxdur. Tənəffüs yollarında birbaşa qıcıqlanma var. Bəlğəmli də selik, irin toplanması və artmış ifrazat. Dalğavari ardıcıl nəfəssiz qoyan şiddətli tutmalar, spazmatik öskürək və səs telləri və qırtlağın ödeminin yaratdığı sanki dar bir borudan keçən havanın yarattığı bir səs tembri, hürücü öskürək də deyilir. Və bunların biz bir sonraki bu slaydımızda hər birinin hansı xəstəliklər zamanı olduğunu açıqlamışıq. Məsələn, quru öskürəkdə viral quru öskürəklər biz viral üst tənəffüs yollarının infeksiyalarında, asmada, gastroezofageal reflü xəstəliyində çox rast gəlirik. Bəlğəmli öskürəklər uzanmış bakterial bronkitlərdə, pnevmoniyalarda, kistik fibrozislərdə, spazmatik öskürəkləri ən çox yaradan göy öskürək və ani spazmatik öskürəkləri, xüsusilə də yad cisim aspirasiyaları. Həmçinin krup hürücü öskürək də xas olduğu krup laringit, laringotrakeit, laringotrakeya bronkit.
Və biz bunları diferensiya etdikdə bunu belə bir haşiyə çıxacağım. Həkim kənardan, koridordan hələ qəbuluna gəlməmiş bir uşağı öskürərkən ayırt etməyi bilməlidir pediatr. Yəni öskürəyin duyduğumuz valideyn üçün o sadə bir öskürəkdir. Bizim üçün isə uzaqdan duyduğumuz o öskürək bir xəstəliyin diaqnozudur. Deməli, müalicə prinsipində bizim yanaşmamız belə deyim, birinci altın yanaşma belə olmalıdır. Öskürək xəstəlik deyil, qoruyucu refleksdir. Səbəbi müalicədir. Yəni, öncə səbəbi aşkarla. Kəskin viral infeksiyalarda, yuxarı tənəffüs yolları infeksiyalarında öskürək kəsiciyə qətiyyən ehtiyac yoxdur. Yəni, əksinə, süni bastırma etdiyimiz süni bastırma bəlğəmin yığılmasına və ikincili pnevmoniyalara səbəb ola bilər. Səbəbə yönəlik yanaşmada qısaca belə deyə bilərəm, bakterial infeksiyalar, antibiotik ver, asmada İKS-lər və bronxodilatatorlar kullan, qrupda glikokortikoidlər, epinefrin inhalyasiyası kullan və s. Deməli, bizim burada baxın, piyasada isə kombinə siroplar, öskürək siropları en qədərdir belə desək. Bunların içərisində ən çox olanı kombinə siroplar deyim buna. İçərisində dekonjestanların olduğu, antihistaminlərin olduğu siroplar. Yəni burada firma adı vermək nə qədər olar bilmirəm, amma hər biriniz artıq bunlardan bildiniz hansı siroplardan. Bəzi hallarda bizim də, hətta mənim də istifadə etdiyim siroplar. Dekonjestanlar, bir saniye slaydımıza baxaq. Psevdofedrin, kombinə siroplar içərisində ən çox istifadə olunan dekonjestan molekulu psevdofedrin çox istifadə edilir. Bunun mexanizmi nədir? Vazokonstruksiya yaradır, ödemi azaldır, postnazal axıntını kəsir. Geniz axıntısı dediyimiz. Və nəticədə axıntı kəsildiyi üçün, azaldığı üçün farinksdə olan mexaniki qıcıqlanma aradan qalxır və bununla da öskürəyi biz azaltmış, öskürəyin azalmasına nail olmuş oluruq. Və burada təyinat, diqqət ediləcək nöqtə, təyinat yalnız postnazal axıntı olan, postnazal axıntıya bağlı öskürəklərdə verilməlidir. Yəni, geri qalan hallarda faydasızdır. Və həmçinin kombinə siroplar içərisində çox istifadə olunan antihistaminiklər. Bunlardan da en çok difenhidramin istifadə olunur. Bunların funksiyası da histamin reseptörlərinin blokadasıdır. Bunlar da mütləq allergi zəmininin olduğu öskürəklərdə, şiddətli rinoireyanın olduğu hissələrdə, öskürəklərdə verilməsi tövsiyə olunur. Məsələn, burada slaydda da biz bunu xüsusi qeyd etmişik. Əgər öskürəyin uşağın burnu, boğazı qurudursa, axıntısı yoxdursa, bu dərmanların ki, siz artıq bildiniz hansı dərmanlardan biz ticari adıyla hansı dərmanlardan bəhs edirik, dərmanların istifadəsi tamamilə mənasızdır. Burada mən sizin üçün, həmkarlarım üçün çox istifadə edilən soyuq dəymə və öskürək siroplarının tərkibləri haqqında paylaşmışam. Burada maalesef əslində biz bu tərkibləri, çox tərkibli siropları nə dünyada uşaq xəstəlikləri otörləri, nə praktikdə həkimlər məsləhət görmürlər. Məsələn, belə deyim, bunlarda en çok karşılaştığımız guanifenizin, psevdofedrin, difenhidramin, dextrometorfan tərkiblilər. Guanifenizin bir ekspektorandır. Psevdofedrin bir dekonjestandır. Difenhidramin bir antihistaminikdir. Bunların üçünün birliktəliyinə bir nevzə belə desək, dözə bilsək də bu siroplarda içərisində dextrometorfan olan, yəni antitussif, yəni mərkəz mənşəli öskürək kəsici olan siropların, kombinə siropların istifadəsi qəti yol verilməzdir. Baxın, ayrı-ayrılıqda bunlara baxsaq, niyə olduğunu bilərik. Ekspektoran, guanifenizin bir ekspektorandır. Ekspektoran
Ne mukalitik değil ne de bunlar kimi. Mukalitik değil sadece teneffüs yollarını e, yumuşaldan necə deyirlər, bəlğəmi etki mexanizmi onun bəlğəmi mukolitiklər kimi bəlğəmi parçalamaq deyil. Onun etki mexanizması teneffüs yollarının nemliyini artırmaqdır. Amma biz burada e, necə deyirlər, əgər burada bir postnazal axıntı, yenə deyirəm, yoxdursa və yaxud da ciddi bir bəlğəm bronxları, bronxiyollarda o bir mukus tıxacları varsa, bunun təsiri çox da qayda dəyər belə deyək, təsiri yoxdur. Bunun təsiri bizim guanifizinin, yəni bir ekspektoranın təsiri bol hidratasiya ilə, bol maye qəbulu ilə demək olar ki, eynidir. Psevdofedrin dekonjestan bayaq da qeyd etdik. Nazal qan damarlarında vazokonstruksiya yaradaraq nazal konjeksiyonu azaltır. Buna görə də burun tənəffüsünün rahatlamasına, nəfəs almanın rahatlamasına, rinareyanın və rinareyaya bağlı olan öskürəklərin azalmasına səbəb olur. Həmçinin difenhidramində histamin H1 reseptorlarını bloke edərək sedativ antixolinerjik təsir göstərir ki, bu yolla öskürəkdəki qismi belə deyək etki mexanizmasını bu yolla edir. Və burada ən sevmədiyimiz tərkib və kombinasiyalar içərisində ən sevilməyən tərkib dextrometorfandır. Bu bir antitussivdir, mərkəz təsirlidir. Öskürək mərkəzini baskılayaraq təsir edir və öskürək refleksini inhibə edir ki, bunlarla bərabər istifadəsi isə heç dəstəklənməyən bir kombinasiyadır. Deməli, sizə ən çox gəldik bizim çox həkimlərimizin də çox sevdiyi bəlğəm gətiricilər mövzusuna. Şunu bir şey yaparsaq əgər, buradan görmək istiyorum. Bəlğəm gətirici, tamam. Bəlğəm gətiricilər dedikdə biz bütün dərmanları, yəni eyni qrupda toplayırıq. ASS-dir, karbasisteindir, ambraksoldur falan, yəni o tərkiblilərdir. Burada ekspektoranları da bəzən bunun içine atırlar. Biraz burada təsir mexanizmalarına baxmaq istəyirəm. İyidir yəni. Bir öncəkinə geçsək. Tamam, çok sürüstürəm. Tamam. Şuradan açaq. Böyle, tamam. Tamamdır. Mukolitiklər dedikdə biz ambraksol, asetil sistein. Bunların təsir mexanizmi bəlğəmin daxili kimyəvi rabitələrini, disulfit bağlarını qırmaqdır. Disulfit körpülərini qıraraq bəlğəmi parçalayır və bəlğəmi parçaladığı üçün bəlğəm daha duru bir hala gəlir ki, bunu öskürüb böyüklər xaric edə bilirlər. Burada kiçiklərdə isə bu nəinki faydalıdır, hətta zərərlidir. Və dünyada 2 yaş altında bunların istifadəsi hətta qadağandır. Çünki uşaq artmış bəlğəm yükünü xaric edə bilmir və xaric edə bilmədiyi üçün boğulma riski yaranır. Ona görə də 2 yaş altı uşaqlarda bu istifadəsi sağlıq birlikləri tərəfindən qadağan edilmişdir. Ekspektoranlarda isə bizim bayaq da dediyimiz kimi iş prinsipi bəlğəmi parçalamaq deyil. Sadəcə tənəffüs yollarının nəmliyini artıraraq bəlğəmin xaric edilməsinə kömək edir. Tənəffüs yollarındakı vəzlərin sekresiyasını belə deyim artırır. Və bəlğəmin tərkibindəki su artdıkca onun daha az yapışqan olur və xaric etmək daha rahat olur. Bunu da bir öncəkində də qeyd etdim. Çox su içməklə eyni effekti verir desək, heç yanılmarıq. Bunu bir şeylə də, yəni çalışmalarla da sübut etmişlər. Bir sonraki slaydımızda mən burada bir maraqlı bir tədqiqat var idi. Bu üzərində işlənilir, amma
Çox maraqlı gəldi və paylaşmaq istədim. Əslində antitussivlərdən bəhs edeyim bu MR görüntülərindən bəhs etmədən öncə. Deməli, Avstraliyalı neyrobioloq Mazzoni və onun komandası efemeral, yəni funksional MRT görüntülərini bir araşdırmışdır. Və uzun müddət həm yetişkin, əslində bu yetişkinlər üzərində aparılan bir tədqiqatdır. Yetişkinlər üzərində aparılan tədqiqatdan sonra təbii uşaqlara da keçilib və burada məlum olub ki, bu yetkin insanlarda öskürəyi aktiv şəkildə bastıran, supressiya edən, çox üzr istəyirəm, xüsusi ali kortikal şəbəkə vardır. Lakin uşaqlarda yaş etibarilə mərkəzi sinir sisteminin bu inhibitor yolu hələ inkişaf etmə mərhələsindədir. Tam inkişaf etməyib. Məhz buna görə də biz məsələn bu cür mərkəzi təsirli dərmanlar verəndə, mən indi o dərmanlardan bəhs edəcəm. Bu mərkəzi təsirli dərmanlar verəndə bunların belə kobudca ifadə etsək, təsir edəcəyi obyekti tapa bilmir antitussivlər. Çünki bu supressiya edən mərkəzlərin inkişafı hələ tamamlanmamışdır. Və belə olanda nə olur? Tam tərsinə bu dərmanlar mərkəzi sinir sistemini bastırma yaratmır. Əksinə bütün mərkəzi sistemində bir depressiyaya uğradır. Digər tərəfdənsə bu mərkəz mənşəli dərmanların başqa bir əks təsiri də bir maraqlı məqama değinmək istəyirəm. Deməli, əziz həmkarlar, biz bilirik ki, qaraciyərdə sitoxrom P450, yəni CYP2D6 fermentinin genetik polimorfizmi var uşaqlarda. Yəni bu ferment nə iş görür? Bu ferment bizim qaraciyərimizdə dərmanlar bu enzim vasitəsilə aktiv formuna keçirlər. Və bəzi antitussivlər, məsələn, kodein deyəcəm, antitussiv öskürəyin mərkəzi mənşəli dərmanları bir başlanğıc formada, aktiv dərmanın başlanğıc forması, əslində o morfinə çevrilərək təsir göstərir. Və bizim uşaqlarda həmin bu enzimin fəaliyyəti hələ fərqli olduğundan, məsələn, yeni doğulmuşlar çox passivdir, biraz böyüdükcə uşaqlarda aktivləşməyə başlayır, yetişkinlikdə daha da yenidən zəifləməyə başlayır. Yəni bu nə deməkdir? Bizim dərmanı metabolizmə uğratma qabiliyyətimizdir. Bu uşaqlarda tam yetkinləşmədiyi üçün bu cür kodein kimi təhlükəli molekullar metabolizması zəif olan, dərman metabolizması zəif olan uşaqlarda toplanaraq, birikərək daha çox metabolizə olunur və çox güclü bir şəkildə aktiv formuna çevrilir. Yəni, biz dərmanın dozunu düzgün verməyimizə baxmayaraq, dərman çox sürətli metabolizə olunur və çox sürətlə aktiv formuna, yəni morfinə çevrilir. Yəni, bu da ki, bilərsiniz ki, standart dozda versək belə həyatı təhlükəyə atacaq qədər yüksək dozlarda konsentrə ola bilir, qanda toplana bilir və tənəffüs depressiyasına, hətta ölümlərə belə gətirib çıxarda bilir. Və buna görə də, burada biraz haşiyə çıxdım, məni çox maraqlı idi, bunu sizlərlə də bilmirəm, nə dərəcə çatdıra bildim, paylaşmaq istədim. Məhz buna görə də dünya 12 yaşına qədər kodein istifadəsini yasaklamışdır, belə deyək, qadağan etmişdir. Bir önceki slaydımızda ben bir şeyi yapayım, şuraya geçersek. Şimdi mərkəz dərmanların etkisindən danışdıq, amma adlarını demədik. Opoidlər var, bir də nonopoidlər var. Nonopoid bayaq bəhs etdiyimiz kodeindir. Yəni bu çox təhlükəli dediyimiz son etken maddəsi morfin olan və bir də nonopoidlər, butamirat
Məsələn, yenə də firma adı olmasın, Sinekot kimi eskiden daha indi yoxdur deyə rahatlıqla deyə bilirəm. fMRI görüntülərindən və bunun önəmindən bəhs etdik. Yenə də CYP2D6 genetik polimorfizmindən də bəhs etdik. Və nəticə olaraq bunu antitüsiflər haqqında deyə bilərəm ki, çox da önərmirik. Və praktikə gəlsək necə edə bilərik? Opoid, kodein mən və mənim gördüyüm məktəbdəki heç bir hocamın sevmədiyi dərmandır. Amma bəzi hallarda butamirat etken maddesi butamirat olan istifadə edilirmi? 6 yaşından yuxarı olmaq şərti ilə minimum. Artıq qıcıq uzanmış göy öskürək deyim, qıcıq öskürəklərdə, quru öskürəklərdə xüsusi hallarda çox, yəni nadir. Dediyim kimi opoidlərsə, kodeinsə heç tərcih etmədiyimiz bir ana molekuldur. Və çox hamımızın çox sevdiyi inhalyasiya müalicəsindən gəldik. Biz buxar müalicəsini valideynlərimiz çox sevir. Hamınız yəqin ki, qarşılaşmışsınız ki, sizə gələnə qədər artıq bizim apteklərimizdən özləri əldə edirlər, özləri istifadə edirlər və bu qədər masumdurmu? Deyil. Bu qədər lazımlıdırmı? Heç deyil. Biz nə zaman istifadə edirik? Deməli, bizim inhalyasiya bir üsuldur. İnhalyasyada istifadə ettiğimiz dərmanlar iki qrupa ayrılır. Bronxodilatatorlar, yəni uzun təsirli, qısa təsirli, SABA, LABA adlandırdığımız və İKS'lər, inhalə kortikosteroidlər, bu da siyanid, flutikazon gibi vesaire dərmanlar ayrılır. Təbii inhalyasiyada bir sürü dərman istifadə edilə bilər. Hatta antibiyotik inhalyasiyaları da istifadə edə bilərik ama yani təbii ki onlar oraya qədər daha valideynlərimiz gelişmemişti. Onların en çok istifadə elədiyi salbutamol və budesonid tərkibli flutikazon tərkiblilərdir. Buradan bəhs edəcəm. Doğrudurmu bu yanaşma? Xeyr, əsla doğru deyil. Hər zaman etməliyik? Xeyr. Bəs nə zaman? Biz bir öskürəkdə əgər bronxoobstruksiya yoxdursa, wheezing yoxdursa, bu öskürəkdə özellikle de salbutamol kimi bronxodilatator kullanımı istifadəsi, yəni yersiz olduğu kimi zərərlidir. Ne zaman edirik? Eğer bronxobstruksiya varsa ve wheezing varsa. Bronxobstruksiya nedir? Ekspresiyada uzanma varsa, ekspresyon raller var, ronkus eşidir ise bu bronxobstruksiya göstericisidir. Tamam, bu zaman istifade edebilirik. Wheezing varsa istifade edebilirik. Kurup varsa xəstədə, inaqdırsa istifade edebilirik. Təbii hər kurupda daha çox İKS'ləri istifade edirik. Orada bronxodilatatorun yeri yoxdur. Və bu diğer slaydımızda da danışdıqlarımızın bronxobstruksiyanın olmadığı yerdə, viral infeksiyada, pnevmoniyada inhalyasiya faydasızdır. Və gələk bizim öskürəyin en çok simptom kimi özünü gösterdiği patolojilərdən biri sinüzitlərə. Bundan biraz bəhs etmək istədim. Sinüzit bizə çox gəlir. Kronik və uzanmış, qıcıq şəkilli öskürəklərlə gələn uşaqda inkar etməmiz gereken xəstəliklərdən, patologiyalardan biri sinüzitlərdir. Keçmiş adıyla desək, hər kəsin bildiyi adına Haymarit. Əslində Haymarit sinüzitin bir qoludur. Yəni Haymar başlığında olan iltihabın adıdır. Sinüzit genel olarak sinüs boşluqlarından. Buradaki müalicə öskürək bu sinüzitlərin en sık simptomlarından biridir ve bu simptom ortaya çıkması postnazal akıntıya bağlıdır. Postnazal akıntı sinüzitdə, həmçinin allergik rinitdə olur ve bizim buradaki yanaşmamızda sinüzitin aradan kaldırılmasına yönelmelidir. Yani
gərəkirsə antibiotik və yuxarı tənəffüs yollarına yönəlmiş intranazal steroidlər, antihistaminiklər. Və rinitlərdə də həmçinin antihistaminik, intranazal steroid, bu yanaşmamız bu tərzdə olmalıdır və öskürək də əsas xəstəliyin müalicəsinə bağlı olaraq, yəni olağan bir müddətdə zaten keçəcəkdir. Və deməli, bir sonraki bizim slaydımızda biz bu reseptsiz satılan siroplar haqqında bir ümumiləşdirmişik. Ondan bir daha toparlayacaq olsaq nəzərinizə çatdırmaq istəyirəm. Cochrane araşdırmaları açıq şəkildə qeyd etdi ki, aptekdə satılan reseptsiz siropların heç bir klinik üstünlüyü yoxdur. Yəni təsirləri ancaq plasebodur. Valideyn siropu verdi, yaxşılaşdı deyə bilərik. Bəzən bu olan təbii bir sağalma sürecinin, prosesinin bir parçasıdır. Yəni zaten aradan səbəb qalxdıqca öskürəklər keçir və bunun siropun sehirli təsiri kimi biz bəzən pazarlayırıq uşaqlara, valideynlərə, belə deyim, nə qədər şey olsa da, acı olsa da. Bəs ev şəraitində biz nə edə bilərik? Belə bir araşdırma aparılıbdır Amerika Pediatriya Akademiyası tərəfindən və Cochrane Araşdırma Mərkəzindən ki, 1 yaşından böyük uşaqlarda, təbii ki, 1 yaşına qədər uşaqlarda bal istifadəsi qadağandır, bilirik. 1 yaşdan böyük uşaqlarda balın istifadəsindən aldığımız effekt diğer siroplarla, bu aptekdəki qarışıq, kombinə olmuş siroplardan daha üstündür. Deməli, bal botulizm riskinə görə 1 yaşına qədər qadağandır istifadəsi. 1 yaşdan sonra biz balın bir tənəffüs yollarını, qıcıqlanma yerlərinin üzərini qapatma kimi bir funksiyası var. Və qapataraq qıcığın azalmasına, öskürəyin azalmasına səbəb olur. Diğer tərəfdən biz nə edə bilirik? Burun təmizliyi bizim öskürəklərdə çox önəmlidir. Duzlu, hipertonik, izotonik məhlullarla burun təmizliyin edilməsi, aspirasiya, yəni çox sıx və dərin olmamaqla, təzyiqli olmamaq şərti ilə aspirasiyalar və bol maye qəbulu. Bol maye qəbulu, hidratasiyanın artırılması uşaqlarda ev şəraitində bizim onlara edə biləcəyimiz ən böyük yardımlardandır, zərərsiz yardımlardan. Və mən burada yekun olaraq bir demək istəyirəm ki, bizim məqsədimiz, əziz həmkarlar, öskürəyi susturmaq olmamalıdır. Öskürəyi anlamaqdır. Öskürək vücudun nəyin üsyanıdır? Hansı xəstəliyin üsyanı olaraq görürük biz onu? Kiçik uşaqlarda effektivliyi sübut edilməmiş dərmanlardan uzaq durmaqla biz lazımsız toksik risklərdən onları əksinə qorumuş oluruq. Valideynləri bilirəm, yəni yola salmaq, verib yola salmaq, çox sirop vermək, ona çox məmnun olurlar, həkim dərman yazdı deyə. Amma bizim üçün, bu bir həkim üçün bilirik ki, biz effekti sübut olunmayan dərmanın verməklə uşağa zərər vururuksa, olsun varsın, valideyn bizdən narazı qalsın deyəcəm. Amma burada bir yekunlaşdırmadan öncə belə bir sxem hazırladım mən. Öskürəklə gələn bir uşaqda bir alqoritm hazırladım. Burada birincidə qırmızı bayraqlar. Nədir? Öskürəklə gəlib uşaq, təngi nəfəsliyi var, siyanozu var, strideri var, hərarəti var, yad cismi var. Yəni təcili zaten bu xəstə hospitalizə olunmalıdır, xəstəxanalıqdır. Bu xəstəxana gəldi, biz xəstəxanada uşağın öskürəyinin tipini mütləq ayırmalıyıq. Quru, yaş yürücü və yaxud da praksizma. Bu praksizma arxa-arxaya kəsik-kəsik olan öskürəklər. Bunun tipini ayırdıq
ve səbəbə qərar verdik. Tipinə görə səbəbə qərar verdik. Və səbəbi müayinə edərkən, səbəbi aşkarladıktan sonra, eğer spesifik, həyatı önemli bir şey yoktursa, o zaman destekleyici yardım gösterebilirik veyahut da destekleyici tövsiyeler verip eve gönderebilirik. Bunlar nedir? Bayaq bəhs etdiyim alergik riski olmayan və mütləq bir yaşın üstündə olan və alergik riski olmayan uşaqlarda bal, bol maye qəbulu, burun təmizliyi, nəmli hava və valideynlərin bu yöndə maarifləndirilməsi. Biz bir səbəb tapdıq, spesifik bir səbəb varsa, artıq o səbəbə yönəlmiş müalicəmizi başlayırıq. Yəni asmadırsa, inhalyasiya, yani inhalyasiya bu bronkodilatatorlar, İKS'ler tarafından, İKS'lerle. Pneumoniyadırsa antibiyotik. Yine bakteriya bronşittirse yine antibiyotik. Kruptursa glikokortikoid inhalasyası. E, Pertussis ise yani boğmaca, göğüs ösküreklerde e, makralit grubu derm antibiyotiklerin istifadesi. Ya cisimdirse şüphesi varsa bronkoobstrüksiyon. Alerjik rinitlerde antihistamin, nazal spreyler, kortikosteroidli spreyler. E, Gastroözofageal reflüdürse PPI, yaşam tarzı değişikliği. Sinüzitlerde yine e, nazal steroidler. Ondan sonra uzanmış bronkitlere dedik antibiyotikler ve TBC, üsküreğin çok olduğu. Bu da bunda da spesifik müalicə. Ve kaçınmamız gerekenler nedir? Bizim burada mukolitler kiçik yaşlı uşaqlarda, 2 yaşdan aşağı uşaqlarda xüsusilə deyərdim ki, hətta 6 yaşdan aşağı, amma kiçik 2 yaşdan aşağı qəti qadağandır istifadəsi. Reseptsiz, bilinçsizsə içərisi qarışıq olan öskürək dərmanları piyasada olan istifadəsi qatağanında antitussiflərin, mərkəz mənşəli öskürəklərin mərkəzi öskürək səbəbini ayırt etmədən, onu aradan qaldırmadan istifadəsi məqsədə uyğun deyil. Hətta dediyim kimi 12 yaş altı qadağandır. E, Və yekun olaraq məqsədimiz öskürək kəsmək deyil. Məqsədimiz öskürəyin səbəbini araştırıp onu müalicə etmək olmalıdır. Tekrar teşekkür ederim səbriniz ve dinlediğiniz için. İstinadları da biz kaynakları da orada qeyd etmişik. Yani səhifə səhifəsinə baxa bilərsiniz. Buyurun ben eğer suallar olan varsa alabilirim. Açık mı sesimiz? Tamam mı? Ses yok. Şey mi oldu? Özel mesaj diyor ama var ayrıldı. Merhabalar. Sesim geliyor mu? Geliyor. Emeğine sağlık ilk başta. Ay Barış abi teşekkür ederim. Memnun Ben biraz oldum. geç katılabildim. Kaydediliyor dedi. Sonradan izlemek için bir kaynağımız var mı? Olacakmış, göndereceklermiş. Size Tamam, iletirim yani. tamam, tamam. Tamam. Teşekkürler. Teşekkür ederim katılımınız için. Siz sağ olun. Biraz öncesinde çalıştığım xəstəxanadan böyle çok gerginlik yaşadığım için telefon bir zəngləri ilə bağlı biraz heyecanlı olmuş olabilirim. İnşallah kusuruma bakmamışsınızdır. Ben teşekkür ederim. Burada bir şey var. Sunuma göre çok sandıktır. En çok lazımsız yazılan öskürək dermanı hansıdır? En çok yazılan, ben en çoxu da deyim, en təhlükəlisini də deyim. Hətta belə bir şey demək istəyirəm. Bu yaxınlarda həkim yoldaşlarımın birinin təcrübəsindən bəhs etmək istəyirəm. Özü buradadırsa bilmirəm. Bir ay yarımlıq uşağın bölgələrimizin birində mən həkimlərimizin hamısına, yəni həkimlərimizin
pisi yoxdur. Bizim belə bir şey əsla ola bilməz. Hörmətim böyükdür, amma bölgələrin birində bir ay yarımlıq uşağı mukolitik yazıldığını, ambraksol tərkibli bir sirop yazıldığını gördük. Paylaşdı bizimlə, yəni yaxınlarıyla doktor xanım. Və bu bizi dəhşətə gətirdi. Yəni uşaq artıq belə deyim çox pis bir vəziyyətdə idi. Təhlükəlisi yaşa uyğun olmayan mukolitiklərin istifadəsi bir. Lazımsızı da budur. Və ən təhlükəlisi mən öskürək bastırıcı dərmanları deyərdim. E, Yəni bu mərkəz mənşəli dərmanların istifadəsini deyərdim. E, Diğerlərinin qismi olaraq bu dekonjestan, antihistamin olanların qismi olaraq postnazal axıntıya bağlı öskürəklərdə faydasını görür kimi oluruq, istifadə edirik, amma burada da diqqət etməmiz gerəkən uşağın yaşıdır mütləq. Yaşı, e, ek aldığı, başqa aldığı dərmanlar bunlar çox önəmlidir. Yəni ona diqqət etmək lazımdır. Ya prospan bitki tərkiblərdən ümumiyyətlə heç ora girmək istəmirəm. Yəni mən bunu şeyin ticarət şeyi sayıram. E, Yani farmakoloji sahəsinin bir cibini doldurmaq kimi deyərdim. Bitki tərkibləri məni tanıyanlar da bilir ki, ümumiyyətlə heç yazmıram şeyini. Doksafilin şey değil mi? Molekülünü hangi grupa girdiğini bilsem. Ee, Şimdi burada bir sual var. Körpə uşaqlarda hipertonik inhalyasiya yanaşmamız necədir? Hipertonik inhalyasiyaya yanaşmam normaldır. Ya belə deyim, biraz burada bu sualdan inhalyasiyaya getmək istəyirəm. Bu mənim nəzərə də çatdırmaq istədiyim yönlərdən biridir. Həqiqətən slaytlarda da qeyd etmişdim. İnhalyasiya doktorlar çox da belə həyat kurtaran bir şey deyil. Hamımız bəzən edirik. Bəzən bunu nədən edirik? Çünki xəstəxanaya, şöbəyə yatırtdığımız bir xəstəyə sən pnevmoniyasan deyib sadəcə IV bir antibiotik başlasaq, valla yəni siz nə edirsiniz ki deyər. Zaten sistemdə köçürtmürsünüz. Bunu məni başa düşənlər başa düşür. Yəni amma bu inhalyasiya etmək zorunda qalırıq. Amma bunu edəndə də məsələn hipertoniklə edə bilərik. Bəzən salinlə edirik. Salinlə etmənin nədir? Yəni izotoniklə daha doğrusu edirik. Yəni adi bildiyimiz 0,9% ilə nəmləndirmə deyək. Hipertoniklərdə də bir qədər belə desəm seliyin qurutma kimi bir özəlliyi olduğu üçün, yəni dırnaq içərisində desəm, çox mukuslu öskürəklərdə faydasını ala bilirik, amma bunları da biz yenə həm izotoniyi, həm hipertoniyi evdə çox məsləhət görmürük. Çünki özəlliklə izotoniklərlə inhalyasiyada əksinə öskürək qıcıqlanmanı artıraraq öskürəyin şiddətini artıra bilirik. Yəni belə bir araşdırmalar da vardır. Bəs necə edək? İnhalyasiyaları nə vaxt istifadə edirik? Əgər xəstə pnevmoniya ilə gəlib, onda görürsünüz ki, obstruksiya əlaməti var. Yəni həm infiltrasiya var, həm də obstruksiyası var altda yatan. O zaman bronxodilatator və yanında bir steroidlə inhalyasiya edə bilərik. Və son zamanlar qarşılaşdığım bir maraqlı bir araşdırmanı da nəzərinizə çatdırmaq istəyirəm. Son zamanlar belə bir şey görürük. Ədəbiyyatla, yəni ədəbiyyatda olmasa da hani yayınlarda İKS'lərlə, sadəcə İKS ilə inhalyasiya. Bu pnevmoniyalarda obstruksiyanın olmadığı pnevmoniyalarda 2 doz kortikosteroid inhalyasiyasının etkili olabileceği bəzi çalışmalarca artık gösterilmiştir. Ama bu tam olarak literatüre keçib mi? Keçməyib. Ama effekt bazı sahəlerde effekt alınır mı? Alınır. Yani bronkodilatator olmadan sadece inhaler steroidlerin istifadəsi spazmın olmadığı, bronx spazmın olmadığı pnevmoniyalarda yol veriləndir. Edə bilərik yani bunu. Eyni zamanda da bu dediğim hipertoniklər və izotoniklərlə.
Valla onu çok bilmeyeceğim ya Barjomi ile. Şu Barjomi'nin herhalde içerisi şey olmuş olabilir. Sodyum, natrium miktarının çok olmasıyla alakalı, yani hipertonik kimi tesir eder. Belki ona göre. Değil mi? Yani ondan olabilir. Natrium bikarbonatı yok asla. Onu ekleyek. Sonra öskü olmayan ama yalnız gece semptomlarıyla gelen sakit astmalarda yanaşma başlar. Şimdi öncelikle belə deyim. Sadece gece semptomları ile gelen asma. Ben astmalarda bunu bizim alergologlarımız eğer varsa alergologların şeyine sığınarak diyeceğim. Asmalarda eğer təsdiq olunmuş asmadırsa, onun öz müalicə sxemləri var. Sadəcə gecə simptomlarının olması, həftədə neçə dəfə olmasından asılı olaraq alergologlarımız, yəni biz də bu alerji müalicəsini görənlər, biz bronxodilatator və steroidin dozunu və sıxlığını təyin edirik və elə yanaşırıq. Yəni sadəcə gecə simptomlarının olması da bir asma xəstəsində daim olması normal qəbul edilən bir hal deyil. Orada da yenə bronxodilatator və şey EKS kullanımı. Bronxodilatatorun da artıq əgər atak müalicəsi deyilsə, qısa deyil, uzun etki sürəsində olan labalardan istifadə artı EKS istifadəsi məsləhətdir. Ondan sonra başka var mı? Qələvi məhlullarla. Bayaq dediyimiz herhalde bu qələvi yani natriumundan dolayı etki almış ola bilərlər bu barjomedən. Belə deyim. Başka var mı? Baxaq mı? Sorular var mı? Ondan sonra başka hipertoniklerde yukarıda var mı şey? Doktor Prospan dedik. Prospan barəsində dedik. Doktor etmem için teşekkür. Ne zaman okuyadık? Ne zaman ekspektorana müracaat edelim? Zaten ekspektoranlar tek yoktur. Bilirsiniz. Ekspektoranları guenfenazini öskürek kombine siropları içinde istifade edirlər. Psevdofedrinle falan bunlarla işte difenhidramla, antihistaminle. Ya bunlar bilirsiniz de piyasadaki isimlerini bilmirəm demək ki Festir, Meditux'tur. Ondan sonra bir sürü yani eski parasitamolla kombine olmuş paraferinlerdir. Yani ben ekspektoranı tek olsa belki yine ama antihistaminle ya da bir şeyini anlamlı olduğunu düşünmürəm. Yani bu mənim şəxsi düşüncəmdir. Ki ekspektoranın effektini plasebo olarak qəbul edir. Yəni e, belə deyim, tibb təşkilatları, birlikləri, otorları. Mən təşəkkür edirəm hamınıza. Onu bunu dedim. Uzun müddətli göz kürəkdə butamiratdan böyük uşaqlarda istifadə yəni qismən mümkündür. Ya dozu zaten her yerden tapabilirsiniz, tam bilirsiniz. Yani doz bilmek ya da doz bilmemek şey değil. Dozu bakarak şeyden nedir? Derman şeylerinden nedir? Kitaplarından oradan edilmək olar. Amma mən şəxsi istifadəmdə demək olar ki, çox istifadə etməmişəm. Nadir hallarda. Bir neçə dəfə deməm, sayılacaq qədər, parmaqla sayılacaq qədər. Yani ama belə deyim də bu Sevinç xanıma, değil mi? Sevinç xanıma bunlar içərisində ən qəbul edilə bilir olanı, eğer uşağın yanaşı bir xəstəliyi yoxdursa, özəlliklə DHEP də, ilaçları, yəni hiperaktivite dikkat eksikliği tedavisi alan və yaxud da antidepresan dərmanların qəbul edən uşaqlar olmaqla başda digər yanaşı dərmanlar qəbul edən uşaqlarda xüsusi diqqət olunmalıdır. Dediyim xəstəliklərdə özəlliklə. Belə bir uşaq deyilsə, heç bir alt xəstəliyi və xronik xəstəlik və ilaç alımı yoxdursa,
böyük uşaqlarda düşünmək olar. Yəni çox ağır qıcıq öskürək mərkəzindən təsir etsin deyə. Başqa? Tamam mıdır acaba? Herhalde Elvin Bey bize bildirirdi. Ve ben yine de herkese katılımından dolayı çok çok teşekkür ederim. Dediğim gibi inşallah ki faydalı olabilmişik bilmişik. E, Başka eğer bir sual yoktursa herhalde Elvin Bey de diğer kapatırıq mı? Başka webinarlarımızda ya da canlı seminarlarda görüşmeye dileğiyle diyelim.